Dünyada ən çox meyvə istehsal edən ölkələr. 5-ci yer Braziliya 48 milyon ton. 4-cü yer Türkiyə 56 milyon ton. 3-cü yer Amerika Birləşmiş Ştatlarıdır ki 68,7 milyon ton meyvə istehsal etmişdir. 2-ci yer Hindistan 221 milyon ton meyvə ilə 2-ci yerdədir və nəhayət 1-ci yer Çin 781 milyon ton meyvə istehsal etmişdir. Burada söhbət yeni yığılmış meyvədən gedir. Yəni dondurulmuş süni meyvədən söhbət getmir. Rusiya 35 milyon ton meyvə ilə 2024-cü ildə 7-ci yerdədir. Onu da deyim ki, Azərbaycanda 2023-cü il ərzində, yəni 24-cü ilin statistik rəqəmləri ilə tam dəqiq məlum olmadığına görə bunu deyə bilmirik. 2023-cü ildə 1 milyon 909 ton 9000 ton meyvə və tərəvəz istehsal edilmişdir. Meyvənin ayrıca rəqəmi haqqında əlimizdə məlumat yoxdur. Onu da deyim ki, 1 milyon 909 min ton meyvənin hardasa 44-45%-i Rusiya və başqa ölkələrin bazarlarına ixrac edilmişdir.